Gəlin birbaşa məsələyə keçək. Bugün biz mənbə materialına əsaslanaraq fond bazarlarını kökündən sarsıda biləcək çox cəsarətli bir proqnozu təhlil edəcəyik. Hər şey əslində bu olduqca iddialı proqnozla başlayır. Mənbəyə görə bu sözlər Prezident Trumpa aiddir. Növbəti yaz bütün zamanların ən böyük vergi geri ödəməsi mövsümü olacaq. Yaxşı, bəs bu ən böyük vergi geri ödəməsi konkret olaraq nə qədər pul deməkdir? Mənbənin təxminlərinə görə söhbət, inanırsınızmı, tam $500 trilyon gedir. Bəli, düz eşitdiniz. Bu, iqtisadiyyatın bütün dinamikasını dəyişə biləcək miqdarda bir puldur. Bəs belə böyük bir məbləğdə pulun iqtisadiyyata daxil olması fond bazarı üçün nə deməkdir? Bax, bugün biz məhz bu tezisi, yəni bu hadisənin bazarda böyük bir ralli, yəni yüksəliş dalğası yarada biləcəyi fikrini dərindən araşdıracağıq. Bu mürəkkəb maliyyə arqumentini anlamaq üçün yol xəritəmiz belədir. Gəlin bu 5 addımı bir-bir nəzərdən keçirək. Yaxşı, gəlin başlayaq. Birinci hissə, bu iddialı proqnozun kökündə nə dayanır? Mənbənin bütün arqumenti əslində bir böyük gözəl qanun layihəsi adlandırdığı hipotetik bir qanuna əsaslanır. Yəni, bu hələ ki bir fərziyyədir. İddiaya görə, güya iyulun 4-də imzalanan bu qanun 2025-ci il üçün vergiləri geriyə, yəni retroaktiv şəkildə azaldır və bütün bu geri ödəmə ssenarisinin təməlini qoyur. Yaxşı, bəs necə olur ki, sadə bir vergi endirimi $500 trilyon mənbənin dili ilə desək bir geri ödəmə bombasına çevrilir? Mənbəyə görə işin mexanizmi olduqca maraqlıdır. Deməli, təsəvvür edin. Hökumət vergiləri azaldır, amma sizin işə götürəniniz bundan xəbərsizmiş kimi bütün il ərzində maaşınızdan köhnə, yəni daha yüksək dərəcə ilə vergi tutmağa davam edir. Nəticə, siz əslində bütün il boyu dövlətə artıq pul ödəmiş olursunuz və 2026-cı ilin yazında vergi idarəsi, yəni IRS, bu fərqi hesablayıb sizə bir dəfəlik böyük bir məbləğ şəklində geri qaytarır. Mexanizm budur. Baxın, mənbə bu vergi endirimlərini kifayət qədər detallı şəkildə təqdim edir. Söhbət təkcə 1-2 dəyişiklikdən getmir. Məsələn, standart çıxılmalar artırılır, uşaqlar üçün vergi kreditləri yüksəlir, hətta avtomobil krediti faizləri və bəxşiş gəlirləri üçün yeni çıxılmalar təklif olunur. Bütün bu, ilk baxışda kiçik görünən maddələr toplananda təkcə bu slayddakıların özü təxminən $144 milyard bir vergi yükü azalmasına səbəb olur. Olduqca böyük rəqəm. Və burada tezisin ən kritik nöqtələrindən birinə gəlirik. Mənbə iddia edir ki, bu vergi endirimlərindən ən çox faydalananlar orta və yuxarı gəlirli təbəqə olacaq və bu təbəqə adətən əlinə keçən əlavə pulu gündəlik xərclərə deyil, birbaşa investisiyalara, yəni səhəm bazarına yönəltməyə daha çox meyillidir. Yaxşı, fərz edək ki, bu qədər pul həqiqətən də bazara axdı. Bəs onda nə baş verər? Əslində bunun cavabını tapmaq üçün heç də uzağa getməyə ehtiyac yoxdur. Gəlin birlikdə COVID-19 pandemiyası dövründəki stimul ödənişlərini və bazarın buna reaksiyasını xatırlayaq. Xatırlayırsınızsa, hökumət bir neçə mərhələdə vətəndaşlara birbaşa pul göndərdi. 2020-ci ilin martında, sonra dekabrında və nəhayət 2021-ci ilin martında hər dəfə milyonlarla insanın bank hesabına böyük məbləğlər köçürüldü və bazarın buna reaksiyası sözün əsl mənasında partlayış effekti yaratdı. Nəticə nə oldu? Baxın, bu rəqəm hər şey deyir. Təkcə 2020-ci il ərzində texnologiya səhmlərinin dominant olduğu Nasdaq indeksi 49% artdı. Bu, ümumi bazarı qat-qat üstələyən bir performansıdır. Bu qrafik isə vəziyyəti daha da aydın göstərir. Nasdaqın 49%lik heyrətamiz artımı ilə müqayisədə daha geniş bazar indeksi olan S&P 500 cəmi 17% yüksəlmişdi. Fərq göz qabağındadır. Və təbii ki, bu rallinin ulduzları Apple, Amazon, Tesla, Nvidia kimi texnologiya nəhəngləri oldu. Mənbədə isnad edilən araşdırmalara görə, ilk stimul ödənişlərindən təxminən $100 milyard birbaşa səhm bazarına axdığı təxmin edilir. Yəni, bu sadəcə bir təsadüf deyildi. Yaxşı, əgər tarix təkrar olunacaqsa, bu o deməkdir ki, yenə eyni səhmlər qalib gələcək, yoxsa bu dəfə oyunun qaydaları fərqlidir və bizi yeni bir strategiya gözləyir. Mənbənin arqumenti budur ki, şərtlər tamamilə fərqlidir. Covid rallisi, karantinlər və insanların evdə qalması fonunda baş vermişdi. Potensial 2026 rallisi isə əksinə daha güclü bir iqtisadiyyat şəraitində baş verə bilər. Bu isə o deməkdir ki, pul fərqli yerlərə axacaq və qaliblər də fərqli olacaq. Bəs hansı sahələr önə çıxa bilər? Mənbə bir neçə istiqamət göstərir. Birincisi, süni zəka kimi megatrendlər. İkincisi, robototexnika kimi yeni yaranan sektorlar. Və əlbəttə ki, pərakəndə investorlar həmişə Nvidia, Amazon, Google kimi hamının tanıdığı böyük adlara üstünlük verirlər. Hətta Palantir kimi meme səhim potensialı olan şirkətlər də diqqət mərkəzində ola bilər. Əlbəttə, tək-tək səhim seçmək risklidir.
Buna görə də mənbə daha az riskli bir yanaşma axtaranlar üçün QQQ ETF-ni təklif edir. Bu, sadə dillə desək, Nasdaqın ən böyük 100 texnologiya şirkətini özündə birləşdirən bir səbətdir. Yəni, siz tək bir şirkətə deyil, bütün sektora investisiya etmiş olursunuz. Və nəhayət 5-ci hissə. Əgər bir investor bu ssenariyə inanırsa, onun strategiyası necə olmalıdır? Zamanlama və risklərin idarə edilməsi burada açar rolunu oynayır. Mənbəyə görə zamanlama kritikdir. Geri ödəmələrin ilk dalğası yanvarın sonunda başlasa da, pulun əsas axını fevral və mart aylarına təsadüf edəcək. Məhz bu dövrdə bazarın ən güclü təsiri hiss oluna bilər. Risk bölgüsünə gəldikdə isə, tezis daha mühafizəkar bir yanaşma tövsiyə edir. Yəni, kapitalın böyük hissəsi, təxminən 80%-i QQQ kimi əsas aktivlərdə və ya mega şirkətlərin səhmlərində saxlanılmalıdır. Yalnız çox kiçik bir hissə, təxminən 5% daha spekulativ, yəni riskli səhmlərə ayrıla bilər. Beləliklə, gəlin yekunlaşdıraq. Mənbənin irəli sürdüyü əsas fikir budur ki, bazara daxil ola biləcəyi potensial 500 milyard dollarlıq nağd pul COVID dövründəki stimul rallisini təkrarlaya bilər. Amma bu dəfə qaliblər fərqli ola bilər. Və bütün bu təhlil bizi çox maraqlı bir sualla baş-başa qoyur. Tarix bizə dəfələrlə göstərib ki, bazara kütləvi nağd pul axını qiymətləri hərəkətə gətirir. Əgər bu proqnozlar gerçəkləşərsə, biz növbəti yaz indiyə qədər şahidi olduğumuz ən böyük bazar hərəkətini görə bilərikmi?